bu günlərdə Niderlandın Rotterdam şəhərində Glory 99 turnirində qələbə qazanan Azərbaycanın tanınmış kimboksçusu Bəhrəm Rəcəbzadə Azərbaycan Kimboksing Federasiyasının fəxri prezidenti Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevlə görüşüb. Adil Əliyev idmançını təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb. İcra başçısı Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan söz açaraq ölkə rəhbərinə öz dərin təşəkkürünü çatdırıb. Bəhrəm Rəcəbzadə də bundan sonra da qürurla Azərbaycan bayrağını zirvələrə qaldıracağını bildirib. Qeyd edək ki, Azərbaycan Kimboksing Federasiyasının milli yığma komandasının üzvü, İslam həmrəyliyi oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısı Bəhrəm Rəcəbzadə aprelin 5-də Grand Prix 32-lik turnirində Niderlandlı Birjan Douwes adlı ağır çəkili idmançını nokaut edərək turnirin qalibi olub.